Real TV'nin çəkiliş komandası öz çəkilişlərini Şimal-Qərb bölgəsində davam etdirir və biz hazırda Şəkidəyik və artıq WUF 13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək danışıqlarda ən çox müzakirə olunacaq Azərbaycanın qədim yaşayış məskənləri barədə silsilə süjetləri çəkməyə davam edirik və biz hazırda Şəkidəyik. Elə arxamda da görmüş olduğunuz mənzərədən də bura Şəkinin qədim qala divarlarıdır ki, bunun içərisində Xan Sarayı və Xan Sarayı ilə yanaşı eyni zamanda digər mədəni irsin qorunması kimi artıq qəbul olunmuş bir sıra binalar var və burayla da bağlı sizə xəbərlər çatdırmağa davam edəcəyik. Eyni zamanda onu da xüsusi olaraq vurğulayım ki, Şəki Azərbaycanın ən qədim məskunlaşma şəhərlərdən biridir və burada elə qədim zamanlardan etibarən hətta bir sıra müasir şəhərlərdə düzgün qurulmayan kanalizasiya sistemi ilə yanaşı eyni zamanda karvansaraylar, qonaqlamaq üçün məkanlar və digər infrastrukturlar da qorunub, saxlanılıb. Bununla yanaşı keçmiş zamanlarda qalaların tikilməsi zamanı istifadə olunan təbii materiallar vasitəsilə bu qala hələ də öz gücünü qoruyub saxlayır və irsdən irsə ötürülür. Və elə yeri gəlmişkən bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əgər ki biz Şəkidən danışırıqsa, sözsüz ki, ipək mövzusu da əsas prioritetlərdən biri olmalıdır və mən istərdim ki, elə Şəki ipəyi və ümumiyyətlə Şəkinin WUF 13-ə necə hazırlaşması və turistlərin qəbulu üçün nə qədər hazır olduğu barədə elə Ruhiyyə xanımla söhbətimizi davam etdirək. Ruhiyyə xanım, təşəkkür edirəm bizə zaman ayırdığınıza görə. Mənim sizə bir sualım olacaq ki, əslində Şəki ipəyi və kəlağayının əsl təyinatı nədir? Şəki ipəyi bildiyimiz kimi 2014-cü ildə artıq UNESCO-ya qəbul oldu və Şəki ipəyi Azərbaycanın sərvətidir, tarixidir. Bunun namusudur, qeyrətidir və zamanla kəlağayı məhz qadınların başörtüyü olduğuna görə sülhlərə gəlib çıxıb. Yəni hər hansı bir münaqişə olubsa bir kəlağayı vasitəsilə analarımız, bacılarımız kəlağayını ortaya qoyaraq sülhə gəlib çıxıb. Kəlağayıların hazırlanması məhz Şəkidə bu gün də nəsildən nəsilə ötürülərək hazırlanır və bu tarixin yaşanması üçün bizim analarımız, bacılarımız bu gün də çalışırlar. Biz yəni az zaman qalmağına baxmayaraq maksimum şəkildə Şəki əhli beynəlxalq Şəhərsalma Forumuna hazırıq artıq. Əgər kimsə də kəlağayı ilə təbii ki, maraqlanacaqlar. Maraqlananlar Şəkiyə dəvət edirik və bizdə master-klasslar olur Şəkidə və bizdə kim istəyirsə buyurub gələr. Həm özü üçün kəlağayı düzəldər, həm rəngini seçər, həm naxışını seçər, həm tarixini yazar. Təşəkkür edirəm və bu arada kəlağayı haqqında danışmağım da əbəs yerə deyil. Çünki elə Şəkiyə gəlmişkən Real TV olaraq biz eyni zamanda kəlağayının düzgün istifadəsi və bizim qadınlarımızın qədim dövrlərdən etibarən istifadə etdiyi bir aksesuar olaraq, başörtüyü olaraq burada söhbət gedir və Şəki sizcə Ümumdünya Şəhərsalma Forumunda gələcək qonaqların qarşılanması üçün hazırdırmı? Biz artıq hazırıq, buyurub gələ bilərsiniz. Bayaq da qeyd etdiyim kimi az zaman qalmağına baxmayaraq biz artıq bütün turistlərimizi qarşılamağa hazırıq. Təşəkkür edirəm sizə və bir daha xatırladıram ki, artıq may ayının 17-sindən 22-sinədək Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək və bu çərçivədə Real TV olaraq xüsusi silsilə süjetlərin çəkilməsi ilə məşğuluq və ötən günlərdə biz Şamaxıda və bugün isə Şəkidəyik və buranın tarixi, eyni zamanda qədim şəhərcilik ənənələri barədə də müxtəlif video materiallar hazırlayırıq ki, bunları da irəliləyən günlərdə izləyə bilərsiniz. Mənim isə sizə çatdıracaqlarım bunlardan ibarətdir.